15'inden başlayarak Azerbaycan'ın bir sıra rayonlarında havada troposferin həm aşağı qatlarında həm də orta qatlarında rütubətin nəmin artması nəticəsində buludların inkişafı üçün mümbir sınaqlı şəraitinin yaranması gözlənir. Avropanın İsyanında Ableyev hava tərəqqatları mərkəzinin yağıntı parametrlərinin, modellərin təhlillərinə əsasən may ayının 15'i artıq günün ikinci yarısından başlayaraq xüsusilə də şimal-qərbdən daxil olan nisbətən sərin və rütubətli hava axınlarının Xəzər dənizindəki isti hava dalğası və rütubətlə toqquşması nəticəsində topal yağış buludlarının lokal xarakterli olsa da intensiv şəkildə inkişafı üçün mümbit sinoptik şəraitin yaranması gözlənir. May ayının 15'ində axşam saatlarına doğru bu topa yağış buludları Naxçıvan və Kiçik Qafqaz ərazisindən tədricən mərkəzi Aran rayonlarına və Böyük Qafqazın şimal-şərqi Dağlıq Şirvan arasına doğru yaxınlaşacaq. Bu sistemin təsirindən hava şəraitinin lokal xarakterli qısa müddət ərzində dəyişilməsi, yəni buludların kifayət qədər intensiv inkişafı nəticəsində lokal xarakterli leysan yağışlarının yağması, dolu yağması, dolunun diametrinin iri dənəli yağması ehtimalları var. Çünki artıq bu topa yağış buludlarının süpersel buludlarına qədər inkişafı gözlənilir ki, bu həddə çatan bulud sistemi artıq ciddi bir, təhlükəli bir atmosferik proseslərinə səbəb olur. Bu sistem ümumilikdə belə işləyir. Qlobal modellər Azərbaycan ərazisində atmosferik təzyiqinin artması siqnallarını göstərsə də, yəni may ayının sonuna qədər, lakin bu lokal xarakterli troposferin orta qatlarında lokal xarakterli, yəni qlobal modellərin göstərmədiyi bir kiçik bir ərazidə əhatə edən lokal xarakterli atmosferik təzyiqindəki azalma nəticəsində artıq burada formalaşan vakum prosesləri buludun şiddətli inkişafına səbəb olur. Yəni ətrafdakı yüksək temperaturdan yararlanan sistem, yəni ətrafda müşahidə edilən yüksək temperatur və nəm, atmosfer təzyiqinin orta troposferdə lokal xarakterli azalması nəticəsində troposferin orta qatlarında vakum yaranır və bu da topa yağış buludlarının güclü inkişafına səbəb olur. Hətta bu partlama ilə nəticələnir, dırnaqarası olaraq partlama ilə nəticələnir və bu sistemlər dünya praktikasında topa yağış buludlarının ani inkişafı nəticəsində hava şəraitinin çox ciddi şəkildə dəyişilməsinə səbəb olur. Yəni qlobal modellər hər nə qədər də havanın temperaturunun artım siqnallarını göstərsə də, lokal xarakterli proseslər gözlənilməz hava dəyişikliklərinə səbəb ola bilər. Bu proseslər yaxından izlənilir və ən son təhlillər haqqında, yəni birbaşa peyk və radar görüntülərinin birləşdirilmiş məlumatlar haqqında kanalda yeni videolar yayınlanacaq, təcili olaraq yayınlanacaq. Mayın 15-dən 16-sına keçən bu sistem Böyük Qafqazda aktiv olacaq. Mayın 16-sı artıq səhər saatında sistem bir qədər də artacaq, bu sistemin parametrləri və artıq Bakı arasında da havada buludların artması ehtimalları var. Mayın 16-sı gündüz saatlarında bu sistem ümumilikdə Azərbaycanın artıq Cəlilabad Astara ərazilərinə yaxınlaşacaq. Nəticədə mayın 15-dən sonra Böyük Qafqaz, Gəncə Qazax, Kiçik Qafqaz, Naxçıvan, Cəlilabad, Astara, Mərkəzi Aran, Böyük Qafqazın şimal-şərqində Quba-Qusar, Xaçmaz və Dağlıq Şirvanda eyni zamanda Bakıda hava şəraitində tez-tez dəyişiklik gözlənilir. Mobil telefonların göstərdiyi proqram təminatı belə lokal prosesləri, lokal siqnalları göstərmir. Yəni bu aldadıcı olur. Bu lokal proseslər daha dəqiq, ultra dəqiq proseslər, bu prosesləri analiz etmək üçün ultra dəqiq modellərin ən son təhlillərindən istifadə olunur. Nəticədə mayın artıq 17-sində də bu sistemin Abşeron arasında daxil olması ehtimalları var. Mayın 17-si günün birinci yarısında hətta bu sistemin Xəzər ərazisində bir qədər də güclənməsi gözlənir. Çünki artıq lokal ekstratropik siklon sisteminin aradan keçməsi nəticəsində rütubətlə toqquşan sistem kifayət qədər güclü olacaq. Mayın 17-si axşama doğru proses nisbətən zəifləsə də mayın 18-sində yenidən Azərbaycanın şimal-qərb rayonlarından başlayaraq Gəncə Qazaxdan daxil olan sistem Azərbaycan arasında hava şəraitinin yenidən dəyişilməsi səbəb olacaq. Artıq bu qlobal model, Avropanın İsyanında Ableyev hava tərəqqatları mərkəzinin qlobal modeli üst-üstə bu siqnalı verir ki, mayın 14-15-nə qədər Azərbaycan arasında geniş miqyaslı hava dəyişikliyi baş verməsə də, dağlıq ərazilərdə lokal yağışlar yağa bilər, dolu yağa bilər, şimşək çaxa bilər. Çünki dağlıq ərazilərdə bu topa yağış buludlarının inkişafı üçün mümbir şərait yaranacaq.
Artıq mayın 15-i axşama doğru 16-sı və 17-si, 18-si, 19-u, 20-sində artıq bu sistem kifayət qədər geniş inkişaf edəcək. Azərbaycanın bir sıra rayonlarında hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi gözlənir. Temperaturda kəskin azalma olmasa da, bu lokal xarakterli topa yağış buludlarının inkişafı nəticəsində mayın 15-dən sonra 20-si, 21-nə qədər hava şəraitinin ölkə ərazisində tez-tez dəyişilməsi gözlənir. Bu sistem kifayət qədər güclənə bilər, bu potensial var. Yəni Xəzər siklonlarının birləşməsi nəticəsində bu sistemin kifayət qədər güclənməsi ehtimalları var. Bu topa yağış buludları da adətən Xəzər dənizindən Abşeron ərazisinə doğru daxil ola bilər. Yəni qlobal hava təhlili modelləri Avropanın İCMW Hava Tədqiqatları Mərkəzinin bu yağıntı parametrləri onu göstərir ki, Abşeronda kifayət qədər ciddi bir lokal xarakterli topa yağış buludlarının inkişafı ehtimalları var. Bu sistemlərin təsirindən artıq Abşerondakı sistemin qısa müddət ərzində güclənməsi ehtimalları var. Bu topa yağış buludları gözlənilmədən formalaşır. Modellər əsasən bu sistemləri analiz etmədə çətinlik çəkir, çünki bu lokal xarakterli olur. Nəticədə bu lokal xarakterli proses, baxın Abşeronun cənubunda mayın artıq 15-dən sonra kifayət qədər intensiv bir lokal xarakterli topa yağış və supersel buludlarının aktiv inkişafı üçün münbir sınaqlı şəraitin yaranması gözlənir. Yəni ümumilikdə Azərbaycan arasındakı hava şəraitini iki yerə bölsək biz bunu görürük ki, may ayının 13-ü 14-nə qədər olan müddət ərzində mərkəzi aralanda və Bakıda havada kəskin dəyişiklik ehtimalları zəifdir, lakin lokal dəyişikliklər haqqında kanalda ən son məlumatlar yayınlanacaq. Mayın artıq 15-i gün ikinci yarısından başlayaraq mayın 16-sı, 17-si, 18-si, 19-u, 20-si və 21-i tarixlərində Azərbaycan ərazisində hava şəraitinin tez-tez dəyişilməsi üçün münbir sınaqlı şəraitin yaranması gözlənir. Çünki Azərbaycan ərazisi həm Mərkəzi Asiyadakı antisiklonun, həm də şimal-qərbdən daxil olan siklonun təsiri altında olacaq. Yəni həm isti hava dalğaları, həm də soyuq hava dalğalarının Qafqaza toqquşması nəticəsində mayın 15-i günün ikinci yarısından başlayaraq 16, 17, 18, 19, 20, 21 may tarixlərində Azərbaycanın əksər rayonlarında hava şəraitinin dəyişilməsi riskləri artacaq, havada buludluğun artması, hətta lokal xarakterli topa yağış buludlarının intensiv inkişafı və supersel buludlarının da yaranması ehtimalları var. Nəticədə lokal leysan və leysanın qısa müddətli güclü olması, dolu yağması, dolunun diametrinin lokal xarakterli iri dənəli yağması və bu sistemin keçdiyi ərazilərdə küləklərin də qısa müddətdə güclənməsi ehtimalları var. Artıq bu topa yağış buludlarının ani inkişafı nəticəsində troposferin orta qatlarında yaranan lokal vakuum sistemləri hava şəraitinin həmin ərazidə kəskin dəyişilməsinə səbəb olur. Ətrafdakı rütubət və nəm vakuum şəklində bu lokal topa yağış buludunun mərkəzinə doğru toplanır və bu sistemin təsirindən artıq kifayət qədər ciddi bir vakuum yaranır və bu vakuumun təsirindən bu bulud dayanmadan qısa müddətdə 15-20 dəqiqə, yarım saat ərzində çox şiddətli inkişaf edir. İsti hava başlayır yüksəlməyə və soyuq hava, troposferin orta qatlarındakı soyuq havada təbii ki, bu isti havanın yer dəyişməsi nəticəsində soyuq havada çökür. Və bu soyuq havanın çökməsi nəticəsində hava şəraiti qısa müddətdə güclü dəyişilir, güclü leysan yağır, dolu yağır və həmin ərazilərdə küləklərin qısa müddətdə güclənməsi müşahidə edilir. Bu barədə ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Artıq iqlim dəyişikliyi nəticəsində bir sıra qlobal modellər və mobil telefonlardakı hava tətbiqləri lokal xarakterli hava dəyişiklikləri haqqında dəqiq məlumatları insanlara çatdıra bilmir. Bunun üçün də kanalımız artıq dünya praktikasında nümunəvi bir proseslər var ki, bundan istifadə edir. Nəticədə birbaşa canlı peyk görüntüləri ilə radar görüntülərinin birləşdirilmiş ən son təhlillərin nəticəsində artıq bu analizlər daha dəqiq aparılır. Yəni artıq Avropanın həm İCMW Hava Tədqiqatları Mərkəzinin modelləri, Alman Hava Tədqiqatları Mərkəzinin modellərindən ümumilikdə uzunmüddətli hava təhlilləri hazırlanır. Lokal qısa müddətli dəyişikliklər haqqında isə Avropanın meteosar peyk sistemlərinin və Avropanın meteosar peyk sistemlərinin tərkibində olan birbaşa peyk radar görüntülərindən də istifadə edilir. Nəticədə proses nəticəsində ümumilikdə mülayim hava şəraiti qeydə alınan dövrlərdə lokal xarakterli dəyişikliklər müşahidə edilir ki, bu da
ümumi qlobal modellər əsasən havanın istiləşməsi siqnallarını versə də və orta troposferdə atmosfer təzyiqinin artması siqnallarını versə də, lokal xarakterli proses olur ki, bu dünya praktikasında var ki, troposferin lokal hissəsində, bəzi hissəsində formalaşan vakuum nəticəsində təzyiq azalır və bu da ciddi bir topa yağış buludlarının aktiv inkişafına səbəb olur. Hazırda Qara Dəniz ərazisində ciddi bir sistem müşahidə edilir və bu sistemin təsirləri may ayının 14-ü axşama doğru 15-i günün ikinci yarısından başlayaraq Azərbaycan arasında da təsir edəcək. Məsələn, Azərbaycanda hava şəraitinin bir çox rayonlarda mülayim hava şəraiti davam etsə də, mayın artıq 15-dən başlayaraq mayın 20-21-nə qədər olan müddət ərzində hazırki məlumatlara əsasən hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Çünki şimal-qərbdən daxil olan nisbətən sərin hava axınları ilə Mərkəzi Asiyadakı antisiklonun toqquşması nəticəsində Azərbaycan ərazisi, Qafqaz ərazisi antisiklonun gətirdiyi isti havanın və siklonun gətirdiyi rütubətli sərin havanın toqquşduğu ərazidə yerləşəcək. Belə bir real meteoroloji şəraitdə isə artıq ciddi bir risklər yarana bilir. Yəni topa yağış buludlarının güclü inkişafı müşahidə edilə bilir və bu sistemlər qısa müddətli hava şəraitinin lokal xarakterli ciddi dəyişilməsinə səbəb olur. Artıq kanalımız ən son təhlillər haqqında, yəni bu risklər real zamanda qeydə alınarsa, kanalda ardıcıl olaraq qısa videolar yayınlanacaq və artıq peyk görüntülərinin ən son təhlillərə əsasında Azərbaycanın bəzi ərazilərində gözlənilən qısa müddətli dəyişikliklər haqqında birbaşa məlumatlar paylaşılacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.